Bu videoda astral dərəcədə söyüş mövcuddur. Əgər söyüş görmək və eşitmək sizi narahat edirsə, videonu dərhal bağlayıb getməyinizi tövsiyə edirik. Əks təqdirdə etdiyiniz seçimləri məsuliyyəti ilə sizi baş-başa buraxıb videoya başlayırıq. Qışda gördüm üzünü, yayda çıxmadı yaddan. Ay qız sənə demədimmi, keçmə bir də qiyamatdan. Qiyamatın dağları, örtük bilər ağqarı. Ululardan güc alar, ulu qiyamət xalqları. Qiyamatın dağları, örtük bilər ağqarı. Ululardan güc alar. Qəhrəman Əkbərin ölümlü əsərindən. Qiyamət qeyrətnamələrinin 5-ci bölümü ilə qarşınızdayıq. Bu gün də həmişəki kimi dəyərli qonaqlarımız və Rüstəm Səfərli bizimlədir. Qarşınızda ayrıcalıq idi ala. Dəyərli qonaqlarımız və Rüstəm Səfərli. Mənim qiymətim yoxdur ona görə. Belə sevgi görməmişəm öyle. I'm worthless. bu gün də bizimlə illərin DM-i saç-saqqal ağartmış, sonra gedib kraska qoyub ki bilinməsin. Nurlan Abbaslı bizimlə idi getdi. İndi gələr yəqin. Və kraskasız ağsaqqalımız sahib ağsaç bizimlədir bu gün. Həmişəki Həmişəki təqdim kimi eləyəndə elə bildim mənə təqdim edirsə. Çünki mən də bir ara rəng qoydum, sonra rəng qoymadım. qoyma Murat. Sənin rəngli karakterin bəs elə. Bizi yenə də gəlib bütün bildiyi duaları bizim üstümüzə atacaq, bizi hiss eləyəcək, bizə xeyir dua verəcək. Qustan Ataroğlu'nda Aymir Aydınlı və sazı ilə, sözü ilə bizi şənləndirəcək. Nə idi? Hə. O başqa hərəkətə oxşayır. Hə. Yəni. Az qazan. Mizagoniyanın əməkdar artisti Sazqapar da bizimlədir bu gün. Nurlan Səfərli rolundadır. Və heç olmadı. Və Özü anlamadı. oyunumuza başlayırıq. Oyunumuza başlamamışdan qabaq istəyirəm ki, hamının Novruz bayramını təbrik eləyim. Səmimi qəlbdən. Novruz. Ramazan da qeyd edir. Ramazan. Neyse. Hə, hamının bütün bayramları, Novruz, Ramazan, hamısı kim nəyi qeyd edir, hamısını təbrik edirəm. İstəyirəm ki, oyunun başlamamışdan qabaq, qəhrəmanlarımıza dönməmişdən qabaq balaca bir başlanğıc səhnəsi gəlsin. Bu dəfə hara gedirik? Bu dəfə gedirik divlərin məskunlaşdığı divdərə nə idi oranın adı? Divdərənin Ana yurdum. bəli. Yox. Divdərə kampına. Bu divdərə kampında görürük ki, bir neçə divi şey eləyirlər. Zorlayırlar. Yox. Kaş elə olardı deyirlər o divlər, amma ki bir neçə divi öldürəcəklər. Və deyirlər ki, bu divlər div meşəsinə gedib və kişiliklərini itirdikləri üçün bunları öldürürük. Onlar da divlər də yox öldürməyin falan deyir. Sus falan hamısını bir öldürürlər divləri. Və orada biz kişini görürük. Elə bir yazdım Brazilda deyəsən budur. Müəllim, elə bu kişini görürsüz, deməli. Dayanıb orada. Hə. Və əlini açıb göyə öz belə inandığı tanrıya nələrsə deyir. Eşidirsiniz ki, deyir ki, Ətaparan idi mi? ey Talanos deyir. Talanosdur divlərindən. Deyir, sənə görə biz adam yedim, adam kəsdim, adam öldürdüm, kəndləri tarumar elədim. Şəkilidir o. Yox, Naxçıvanlı. Amma deyir, bu bir dənə bu gey meşəsini keçib gedən biri bir mənalıya deyir. Bir dənə bu gey meşəsini keçib bir mənalıya gedə bilmədik. Yanındakı deyir ki, niyə görə bu qədər bir mənalıya getmək istəyirsə axı? Nə var orada axı deyir. Yanındakı insandır. Prosta belə bəzi insanlar var, burada divlərin tərəfindədirlər. Yəni divlərə o şeylər olur, belə akulaların yanında balaca balıqlar olur, belə onun kimi düşün. Hə. Və bu da deyir ki, nətər yon niyə?
O çöpünü öldürənlərin heykəlini tikiblər orada. Oranı deyir dağıdacam deyir, yerlə yeksan eləyəcəm. Hamısını, bütün şəhəri deyir. Sonra bunları danışan yerdə bir dənə cübbəli bir div gəlir. Bu cübbəli Əhməd, divin adı da Əhməddir. niyə ki? Cübbəli Əhməd. Hə. Cübbəli Əhməd gəlir belə. Div olaraq gəlir. Deyir ki, Cübbəli Əhməd də parodiyası eləyəməyəcəm bu dəqiqə. Prosta normal gəlib danışır. Deyir. Ey deyir, divdar ata deyir. Bəs necə olur deyir, bəs bu Talanos bizə kömək eləmir axı. Biz gedib bir mənalını ələ keçəcəm biri. Cübbəli Əhməd də deyir ki, narahat olma deyir. Biz 1-2 dənə də yeri talan eləyəndən sonra Ulu Talanos tam gücünə qovuşacaq və heç o gey meşəsinə addımımızı atmağa belə ehtiyac olmayacaq deyir. Orada da baxır deyir, necə olacaq filan onu düşünür. Orada da səhnə bitir abi. Görəsən necə olacaq, bilmirik indi. Qaydırıq sizin şeyə. Deməli, zindana. Sizin zindana qaydırıq. Activate eləyək zindanı. Görək. Hər şey. Bəli. Son olaraq, son dəfə harda qalmışdıq? Qəhrəmanlarımız bir otağa girib, burada bir ritual tapmışdı. Bir ritualla tanış olmuşlar və bu kitabları falan araşdırıb, axtarıb görəndə başa düşmüşlər ki, bu əslində səhv gedən bir ritualdır. Yəni, bu qənaətə gəlmişlər və buradan müxtəlif itemlar tapmışdılar, ruh qapanı tapmışdılar. Daha sonra ruh xəncəri deyə bir şey tapmışdılar təbii ki. Sonra bunları biraz belə fikirləşəndən sonra neynəmək, onları fikirləşmək, dibiş, getmə ora. Biraz düşünəndən sonra qərara gəlmişdilər ki, bunları necəsə işlədərik. Bunlar hamısı yaşananda Qustan ata transa keçmişdi və Qustan atanın qolundan tutub daşıyırdılar elə belə. Sən birinci girə elə oranı oynayaq. O meditasiya zamanı nə oldu? Qustan ata deməli birdən-birə gözləri bağlanır və oyanır həmin o otaqda. O qılınclarla ətrafı sazqapart gedir indi. Deyəm, qayıt sən bağlayacam oranı deyə. Yox var, şey yoxdur. Torçum yoxdur dosta və qara blind vurur. Mənim torçum var, mənə də qoymur ora. Normalda bura ciddi deyəm nə eləyər? Sən ora gedəndə davay düşdün, davay. Damage al deyər sənə. Amma ki mən demirəm bura. Tamam. Çünki mən normal deyəm deyiləm. Mənim feather falım var da. Feather falı bura kəst eləməlisən. Kəsim gəlir də yəni. Gəlir abi. Deməli Aymir Qustan ata görür ki, Ulu Dəmirdöyənin huzurundadır. Və oradan Ulu Dəmirdöyənin yenə də vibrasiyalardan səsi gəlir deyir. Ey Qustan ata. Ey Dəmirdöyən. Salam. Əleykümə. Nətərsən? Normal. Gördün nətər yox elədim o skeletlərin hamısını. Sən idin o. Mən elə bilim mən elədim onu. Sən başın qaçır. Sən elə güclərin var. Düz deyirsən, düzdür. Çox sağ ol Dəmirdöyən. Sən klasından xəbərin yoxdur. Nəysə, onsuz da ki mən olmadan sən heç kimsən. Bunu danışmağa gəlməmişik. Həmişə yadıma sarsın. Çox sağ ol Dəmirdöyən, həqiqətən. Deməli, o rituallara nə badə bir kömək eləyərsən. Nəsə bir şey eləyərsən. O rituallar biz özünə hörmət eləyən tanrılar arasında, yəni bu ritualları edən peysər tanrıları biz xoşumuz gəlmir onlardan. O üzül, əlim dəmirdə zadda yəni. O tanrılar, bax bizi bilirsən də, mən nə deyirəm? Döyüşdən qaçma deyirəm. Düzdür? Döyüşdən qaçma, özünə hörmət elə. Öz dostlarını satma. Bəli, belə şeylər deyirəm. Bunlar nə deyirəm ha? Deyirlər ki, get adam öldür, kiminsə başını kəs, kiminsə qızını gətir. Yəni oradan bakirə tap filan. Yəni onu biz də eləyərik. Də eləyə bilmərik. Qızını gətir, sonra bakirə tap. O üzül. Nə bilim bilmirəm də. Görsən o qədər eləmirəm ki, heç bilmirəm necə eləyirlər bax. Tələblər çoxdur yəni.
Belə güclənirlər bunlar. Başa düşdüm, başa düşdüm. Eləsək biz də eləyərik, amma eləmirik. Eləməyək. Bəli. Biz özümüzə hörmət eləyən tanrılarıq. Bəli. Onun üçün mən səni izləyirəm də Dəmir dayın. Öpürəm. Sən zorsan. Oradan hər şey gələ bilər. Takip edirəm zaten. Follow. Bunları gördüyün yerdə yox eləməlisən və bunları heç vaxt istifadə eləməməlisən. Onlardan istifadə eləyəndə o tanrılara güc qazandıracaqsan sən. O ritual yer. Yəni okey, tamam. Bunlar heç nə. Bunlar danışılandan sonra şeydən o ayınırsan müəllim. Hə. Transdan oyandın və sən soruş gör nə baş verdi falan. Cəmaət biz hardayıq? Nə baş verir? Niyə biz Yatmağında ol. Müəllim, davam eləyirsiz səhnəyə. Son vaxtda yəni ki, bir də o keçidi tapmışdınız, yerə düşən keçidi və oradan bir şey atmışdınız və atdığınız şeyin nəticəsində başa düşməmişdiniz və iki dənə ehtimal var idi. Ya aşağıda səsi və ya nə bilim yerə düşmənin qarşısını alan bir şey var, ya da o qədər dərindir ki, yəni ora gedəndə heç eşitmirsən belə düşən şeyin səsini. Bu iki şeyin arasında qalmışdınız indi. Məki oradasan. Məki. Məkkə Yox, bircə dəqiqə Nə biz məki? Məkkəni oradan aşağı tullaya bilmərəm. Hə. Ölümsə də deyər. Yox. Yazıqdır. Cəmaət, mən nə görürəm burada? Məki. Bura ritual yeridir belə. Bəli. Salam aleykum. İndi ayılırsan ağsaqqal. Hə, indi ayıldım. Yəni yatmışdım da. Mən oyağam. Sizinlə bir şey paylaşmaq istəyirəm. Mən öz tanrımla danışdım, hansı ki ən doğru və yeganə tanrıdır. Dəmir döyən mənə dedi ki, ümumiyyətlə burada gördüyümüz rituallarla əlaqəli heç nə eləməyə ehtiyac yoxdur, çünki bunu ancaq özünə hörmət eləməyən tanrılar üçün. Bir dəqiqə. Dedi ki, ritualla əlaqəli heç nə eləməyin. Dedi ki, ümumiyyətlə belə yer gördün, yandır, dağıt, başını demək istəyirəm, yəni belə bir şey dedi mənə. Bir dənə söz deyim. Hı. Dedin ki, sənin tanrın ən üstün zatdır. Yəni ateos olan yerdə sənin tanrın heç kimdir, onu deyim biləsən. Aksiyobin! Can buna. Davay indi şey Atak elə bilirəm. Qrupda dini dava. Sübut elə, nə bilim, Debat elə zaten. surə gətir mənə, nə bilim. Kitabın nədir sənin? Kitabın nədir? Kitab bu gətir. Dəmir döyən kitabı. Bizdə amma yox. Daha Görsən şey biz deyirəm. çox rahatıq. Dalaşmayın. Sevişin. Sevişək. Bu dəmirdə yox. Abi bu arada bu nə qədər mıtlaşırsınızsa, bax bu şeylər torçlar biraz zamanlandı, yəni torç qutarandan sonra qaranlıqda qalasınız yəni. Mənim torçum dün keçən bölümdə qurtarmışdı. Deyirəm axı torçları divarda yandırmaq söhbəti var. Niyə eləmirsiniz onlar bayaqdan? Hə. Təsəvvür eləmişik də, nə olar? Bunda deyəm, işimi gördü o. Qardaşım bu otaqda tamam da yəni şimdi. Bayaqçı otaqları hamısını Lazım yandırmışam ben. Qulaqsın, beylər qulaqsın. Əgər biz aşağı düşmək istəyiriksə, yadınızda çox bir otaqlardan birində Kız var idi. nərdivan var idi. Nərdivanla Qız var aşağı idi. düşə bilərik. Onu da həll edəcəyik. Kız da var idi. Ama Tamam, kız var. siz onu eləyin, mən də buranı yandırım. Elə yandır ki, da qayda bilək də sonra. Yox, qaydasın, narahat olmasın. Mən elə-belə yandıracağam. Onu da yandır. Gel Ha. bir dəqiqə. Orada cəsədlər var. O cəsədlər bizə lazım ola bilər. Gəl onlarla işin olmasın. Harda? Bu Ha, tamam. gördüyün şeyin üzərində, nədir onun adı? Abi orada deməli 4 dənə, 5 Şedronun dənə cəsəd var üzərində. abi. Və cəsədlərdən biri dwarfdur. Oo. Cəsədlərdən biri qadındır. Cəsədlərdən birinin başı yoxdur. Biri balaca goblin balasıdır. Biri cavan qızdır falan. Bir dənə də qıbırsaç belə uzun boy qaqaşın cəsədidir. Oradakı baxanda başa düşürsən ki, o sizin axtardığınız adamdır əslində. Bura gələndə axtardığınız adam. O Bilirsiniz, Neydi sən o? Mövcud idi. Bir dəqiqə.
Mənim grappling hookumdan 60-lıq ropum var. Aha. Gəlirəm grappling hooku ropa bağlayıb buradan basıb yavaş-yavaş aşağı düşməyə çalışacağam. Hı. Tamam. Bir dakika kaçma. Biz senden eksperiment yaparacaktık. Qaçma söz deyəcəm. Ay bilir. Abi, qaydanda apararıq Məkidən. Yəni rahat düşürsən Yo, yo. aşağı, yəni ki, heç bir problemsiz. Heç buna zər atmağa belə ehtiyac yoxdur. Okey, aşağıda ne var? Ne görür? Abi aşağı düşəndə görür ki, yer zəmin şey nə belə yumşaqdır, yəni. O biraz Zəmi- palsıq. Yo, prosta yumşaqdır, belə balış kimi düşün, yəni. Yumşaq bir zəmindir, yəni. Palçıq Uy, deyil. zibil. Bir nəfər o divarlardakı torçlardan birini mənə tullaya bilər. Çıxıram oradan. Okey. Şey aşağı indi düşə bilirik də onu. Düşürsüz düşün, gəlin. Mən də gəlirəm belə. Gəlin, gəlin. Abi, deməli hamınız düşürsüz aşağı, qoy düşün deyəcəm indi nə olur. Hə. Getdikcə Mənim torçumdan alır. Valla mən ciddi Mənim torçum. qardaşım görsən elə gedən birsən. Olmur da biraz. Hə. Getdikcə deməli, görürsüz ki, deməli Mənim torçum var. Mənim torçum var, deyəsən bura. Olsa görərdik, bunları görmürəm. Görmürəm. Abi, Işığı getdikcə bura- deməli, görürsüz ki, bir mağaranın içindəsiz və Necə görürük? Torç yoxdur. Heç Gör- nə görmürük. görmürsüz, torçunuzu yandırın da onda. Ya, mənim torçum var ya, amma yanmır. Mənimki Yandıra mənimki bilmirsən də abi. sönüb onda. Bir dəqiqə. Valla mən Division altında qaldım mən burada. Qardaşım, sənin torçunu yanında şey var da. Ha, Rahat kimsə olmadı. yandırdı. Ha, Gandalf. Ay, sağ ol Gandalf. Hə, bir nəfər heç olmasa. Hə. Görürsüz ki, müəllim. Hə, amma məncə torçumu sən də yandır Aymir. Okey, mən də yandırıram. Yandır, yandır hə. Yəni, Deməli Allah görürsüz da ki, sən bir dəqiqə gedəmə. dur, gözlə, getmə o qədər. Dur. Bir şey danışacağam elə burada. Çünki bir şey görürsüz. okey, mən də Görürsüz. yandırdım. Abi getdikcə görürsüz ki, bu qara cübbəli adamların, amma ki hamısı ölüblər, yəni. Qara cübbəli adamlardır. Ətraflarında o yaşıl slaymla və hər tərəfdə bunların belə cəsədləri var. Və heç nə də mağaranın içinə getdikcə bunları görürsüz, yəni ki, bu qara adamlardan görürsüz. Bundan xoşum gəlir. Bəzilərinin birinin əli yoxdur yerində, belə ət sallanır, nə bilim. Birinin ayağı yoxdur, birinin nə Camaat, bilim, böbrəyə mən gedir. sizə falan. deyirəm, bura çox satanik işlər görürlər burada. Hə. Abi, Biraz geriyə tərpənmək istəyirəm. deməli bura gəlir, hə, sən gəldin hocam. Həmən bura gəlirsiz deməli. Ay bilə, hörümçəklər. Görürsüz ki, bir dəqiqə dur. Müəllim, görürsüz ki, deməli. Bir də hamı dayansın, tərpənməsin heç kim. Dayandır. Burada bir səhnə giririk. Ki görürsüz ki, müəllim, bu hörümçək torlarının birində belə ağzı hörümçək toru ilə belə bağlanmış, balaca boy, ayaqları tükülü belə falan belə bir şey eləyən bir şey var. Ayağı tüklü oğraş, bildin, Hə, ayağı tükülü oğraş. Hə. Qabit. Axtarırdıq da biz. Abi, siz nə edirsiniz abi? Yaxınlaşırsınız adama. Qabitə yaxınlaşıb Siz danışıq. hamı yaxınlaşır. Yavaş-yavaş yaxınlaşdıq. Mən uca deyim. Yeməyə yaxınlaşdım. yaxınlaşdım. O da Sən elə. niyə sən niyə elə dedin ki? Hə. Sən niyə Otağı elə Mən Nəysə. otağı observ Hə. etmək istəyirəm. Deməli abi, siz yaxınlaşarkən Qabit belə belə falan eləyir. Bir də ki, abi, altdan Mən eləyir arxadayım ha. mağaranın yuxarısından deməli. Daha fərqi yoxdur ya hardasan. Deməli. Bu arada bir dəqiqə hörümçək gəlir. görək. Mən bir dənə burdan Şeydə Lord of the Rings-dəki hörümçəkdən çıxacaq. Gözlə. Buradan abi deməli belə bir şey var. Deməli şəklini də göstərim sizə elə onun. Göstər bura. Şəklini də göstərməliyəm onu, ya. Şəkilsiz olmaz da. Sazqapar, a rope anchor with 3 curved tines. Neyini sən şu an? Grappling hook'un Sən- description'ı. Three curved mü? Ala. Bu şəkli mən hara qoymuşam? Niyə tapa bilmirəm mən bunu? Elə bildim kimsə mesaj yazdı deyim mən orada. Hə, tapdım. Deməli abi belə bir şey deməli. Abi tam görsənmir. Hə? Tam
Okey. Görsənir indi. Aha, Amma belə bir şeydir. Kim nə edir desin? Belə Deməli, gəlib belə Saz yapar, flörtləş, davay. Yes. abi Ama flörtləşir. şey niyet eləmək istəyirəm. Davay, göz brat. Nə? Danışmaq istəyirəm. Danışmaq istəyirsə, Hə. okey. Doğrudan gəlsən danışmağa. Hə. Bunun bu nədir? Bu primordial deyil, yox. Bu heç nə deyil, nə o şurada. Hə. Hamı mənə desin nə edir abi bunu görən kimi. Bu Mən nədir? qılıncımı qaldırıram. Evil'dı bu. Bu nədir? Evil'dı da bu yəqin. Bax da, bura, bax da nə dindir. Danışmaq istəyirəm. Bir də dayanıram Hə. şey edirəm. O bütün dillərdə, bildiyim dillərdə bu bir sənə kimi davran. Bütün dillərdə danışıram, bildiyim dillərdə gör nəyə başa düşəcək. Hə. Və referens eləmək istəyirəm ki, orada o bir otaqdakı 2 dənə qızın səninlə əlaqəsi var yoxsa yox da onu soruşmağa çalışıram. Hə, müəllim, Dex save at. Yala. Üstümə müəllim şey atır ağzından. Slime atır üstümə. Keçdi. Oy, bля, failure, brat. Yəni ki, heç nə. Critical failure. Sən gəldin üstünə, salam xanım falan, belə üstümə şey atdı, brat. Yəni yerdə qıvrılırsan bu dəqiqə. Incapacitated. Okey. Mən şey eləyəcəm. Mən şey atmaq istəyirəm. Protection from evil. Abi, siz bunu siz nəsə eləmək istəyən yerdə kişi gəlir, deyir ki, durun, gözləyin, mənim qızım da o deyir. Bakirə də yaxınlaşmayın ona falan. Sonra Gözləyin, xanım, mənim də üstümə slime atın, nə olar? abi gəlir O kim söz eşidən kimi söz qapar reçet azdan ayılır dur. Bir dəqiqə. saz qapar elə dəmici yeyəcək, dur indi, gözlə. Bir dəqiqə. Yeyə bilərəm, danışıram belə. Salam, xanım. Hə. Abi gedir belə qızının yanına. Deyir ki, qızım, tanımadın məni, mənəm atan. Atan, gəl dön bu yoldan. Gedək evimizə, partimizə davam eləyək falan deyir. Oy belə kişi öləcək. Nəsə eləmək istəyən var abi. Mən Mən bir one-liner deyəcəm orada yerdə qıvrılayanı. Belə de. Sahib, sən donmusan abi. Mən donmuşam deyəsən. Eşidirsən nə deyirik? Nə deyim? Eşidirsən müəllim? Eşidirəm. Hə, nəsə eləmək istəyirsən müəllim? Səhnə buydu. Mən Mən one-liner nədir o? Bir iki dənə şey deyim də, nədir o? Bu zərbə zad endirməyə çalışım da. Zərbə endirməyə çalışsan abi. Hə. Yəni ki, okey, yəni kişini xilas eləməyə çalışırsan, yoxsa hücum edirsən şeyə, hörümçəyə? Yox, hörümçəyə hücum edeyim də. Hə, okey, tamam. Mən kişi yoxsuz deyən kimi qayıdıb Strenzdən şey atım da onda. Həcə? Strenzdən zad atım, zər atım, yoxsa necə ehtiyac yoxdur ona? Hə, sən at müəllim, at. Strengthdən zər at. Görək nə olur. Bir. Neçə? 1 müəllim, 1. Vay. Müəllim, bir sənin nə oldu deməli? Öldün də. Yo, sən getdin onun üstünə, getdin belə, falan eləyir də, belə balta əlimdən sürüşdü müəllim. Getdi, düşdü bunun arxasına baltam bu dəqiqə. Hə. Oy belə baltasız qaldın. Hə, əlim belə şey qaldın. Yəni qabağında bunun Okey, yəni bir dəqiqə. Mən Divici xilas eləmək üçün həm də məndə burada Protection from Evil var. Hə. Olmasa bu nədir? For the spell's duration, chaotic beings have disadvantage on attack rolls and hostile spellcasting checks against the target. Müəllim, sən hələ gözlə indi, mən şey eləyəcəm burada, kombat başladacam, dur indi. Mənim çaldığımda aparmadın axı, apar da bir də. Aparacam indi müəllim, deyən. Birinci sənə hücum eləyəcəm elə, narahat olma. Yüce eləmirsən də. Yerdə qıvrılır. Kombatı başlatmamışam da elə. Bəs onda mən yerdən nə qıvrılıram bekara? Gözlə də, şey oldu o, attack elədi o, kombatı başladı, surprise attack idi o. Bir dəqiqə müəllim, görək bunun şeyi nə qədər... Lexus, okey. Hala məndə Ağdəmirin qalxanı da var, deyən görüm bu nəsə eləyir. Tamam, bir dəqiqə müəllim. Müəllim 3 canın getdi. Və Promoy HP-dən ignore edir. Promoy HP-dən müəllim. Bir də ki, özünə bir dənə condition əlavə elə, asid bir şeylər. Assign status effect. Burning eləyə bilərsən, nə bilim, acidic burn falan var orada gör. Poisoned. Poisoned da qoya bilərsən, nə bilim. Nəsə bu hardan da deyəncə predefined effect. Bir də assign status effektlər var. Nəsə, mən sənə qoyuram müəllim.
Şey qoyuram. Hardan hansı Valla e-maildən? mən Yandan sən qoyanda. onu beğendim. Abi yandan basanda deməli assign status effektləri olur. Ora qoydum mən onu. Nəysə. Yandan basanda nə deyək ki, bu yerini Qardaşım, göstərmir. karakterimin üstünə basırsan belə yandan. Bax, görsən Aha. karakterin Token üstünə. üstünə klik elə. Token üstünə klik eləyirsən, şeyə basır. Assign status effect yazılıb, oradan eləyirsən. Nəsə mən Ha, sənə okey. qoydum işi. Burning. Hə. Okey. Burning. Bəli. Begin encounter Duration edirik. sonsuzdur. Esbanda. Niyə çıxartdın ala? Okay, səhv edirəm. Bir ki, duration sonsuzdur və bu new effect nədir? Bu da sonsuz duration'dır. Abi onu boş ver, o reminder'dır prosta mənim üçün. Deməli ilk hücum Qustan Atadan gəldi. Qustan Ata dəmirini aktivate eləyib Division qızın arasına keçdi və saz qapar hücum eləməyə çalışdı qıza və hücumu tutmadı. Və bunun üzərinə də qız Qustan Ata hücum eləməyə əvəzi saz qapara hücum eləməyi seçdi və canını demək olar ki, yarıdan aza indirdi. Bunun əvəzinə Division astralı qərar verdi ki, qızın arxasına keçib onu əlləri ilə tutsun və hərəkətsiz buraxsın və Kilyar Qəndafi bunun üzərinə od atdı qızın üstünə, amma ata bilmədi və Qustan Ata qərara gəldi ki, öz turunda saz qaparı sağalsın. Qustan Ata çox gözəl bir şəkildə saz qaparı sağaldıb canını fullaya bildi və bunun nəticəsində saz qapar ayağa qalxdı. Amma saz qapar əlindəki qılıncla hərəkətsiz qalan Spider qızı vurub onu canını xeyli apardı. Qız Division əlindən çıxıb sadəcə tavana dırmaşıb özünü müdafiə eləməyi seçdi, amma Division baltasını atıb onun torunu kəsdi və qız yerə düşdü və yerə düşəndən sonra belindən zədə aldığı üçün biraz daha yaralandı. Bunun üzərinə Kilyar Qəndafi onun üzərinə magic misal atıb canını tam apararkən Qustan Ata gəlib qılıncı ilə son zərbəni indirdi. Ay səni Qustan Ata. Gəlirəm yaxınlaşıram bu yana. Bir dəqiqə burning effektim yəqin keçərdi indiyə. Keçər yəqin. İşə üstünə bırak. Burning effekti müəllim, hə, kombat bitdi deyə keçir yəni. Nə dedin ama? Amma biyaxçı raundda gözlə görüm nə qədərsə almısan yəni. Dur. Əslində deyən, curve bonus eləyibdi, əslində sağaltdı da sən orada. Hə. O kimdə harasa gedir orada? Çilyar. Çilyar hara gedir? Çilyar şeyin içərisindədir Çilyar bir dəqiqə. Ara gedir. Skor eləyirəm. Divarın içərisində. Hə. Abi deməli, kodlalar. siz bunu öldürən kimi görürsüz ki, bir dənə cübbəli, amma cübbəsi şey kimi, o host Dəqiqə, məncə onu 5-6 bıçaq soxuram sonra deyən. Hə, hə. Falan belə eləyir o da. Nəysə. Belə abi, belə bir şey görürsünüz. Mən səndən başqa şey gözləyirdim. Deməli, kapşonu belə başına qədər ancaq burnu görsənən və belə bir adam qarşınızda peyda olur, amma adam tərpənmir yerindən. O Yahudi, əzaf deyirəm zaten. Yəni sıfır hərəkətdə, yəni paltarları falan belə tərpənmir yəni. Okay. Qabağınızda peyda olub amma. Belə bir adam görürsünüz. Şəkli çıxacaq yoxsa? Şəkli çıxmayacaq müəllim. Prosta qara cübbəli bir şeydir belə. Hə, tamam. Dəqiqə, əməli bax, psikopata bağlamışam. Hə. Qara cübbəli bir şey qabağımızda dayanıb prosta. Psikopata bir dəqiqə bağlamışam. Bayaqdan adam pısqalarım. Dönüb bunu görürəm. Çanada başda üstündə qışqıra edə gəlməyib çıx. Sox, müəllim, gəlirsən müəllim, belə eləyirsən içindən keçir. Hadi, yox, elə eləyirəm, yıxılıram başımdan dəyəcək. Hə. Özün də içindən keçirsən yəni. Bunu görürsən necə reaksiya verirsən? Yəni gəl adam üstünə getdi, içindən keçdi, yıxıldı. Kimsən sən? Alaru. Ulu Dəmir döyənin xatirinə doğrunu danış. Abi deməli bu şeydən səs gəlir. Adamdan səs gəlir, amma adamın ağzı tərpənmir. Prosta vibrasiya falan belə görürsüz bir şey kimi və səsi də elə bil ekolu gəlir belə. Deyir ki, siz bizə kömək elədiniz. Ona görə sizin canınızı bağışlayırıq. What the fuck? The fuck? Siz Sən bir dəqiqə. kimsən ki, mənim canımı bağışlayırsan, mən sənin canını bağışlayıram. Dəqiqə. Sən dur gəl bura. Siz bizə bir dəqiqə. Bizim orada artıq işimiz yoxdur. Biz sizə kömək elədik. Bəli. Okay. Burada indi iki dənə məsələ var. Bir, Siz kimsiz? İki, bir dəqiqə. İndi siz bunu öldürə bilmirdiniz və biz bunu öldürdük və sizə kömək elədik və sən də deyirsən ki, biz sənin canını bağışladıq.
Düz Bu dəqiqə deyir, sən Sazqapı tapıb Biz- başqa kəsə. Biz gərəksiz yerə heç kimi öldürmərik. Bu Öldürə bilər. Amma biz öldürəcəkdik. Bəli. Ya sizə də öldürməyəcəkdik. Sizə Onda nə danışırıq? sizi də öldürməyəcəkdik. Sizə sadəcə dedik ki, şərəklərinizi götürün gedin buradan. Nəysə. Artıq kim olduğumuzu açıqlaya bilərəm. Biz Sallarım mən. biz 100 illərdir bu anı gözləyən vermədin. bəni cəsarət təriqətinin üzvləriyik. Biz Burada nə işin var? Biz burada ulu ritualı gerçəkləşdirib bəni cəsarəti yaradacaqdıq. İnsanoğlundan sonra, insanoğlunun sonrakı səviyyəsi. Yaxşı, necə protogen, gəl bura. Diyor, bir dənə sözüm var olsun da sənə. Bennett Gesserit oradan götürüb yəqin ki. Yaxınlaşıram belə. Deyirəm axı Allah Bu- haradan tanış gəlir. Bu ritualdan doğulan uşaq bizim xilaskarımız olacaqdı. Amma ritual səhv getdi. Yox. Bu şey. Bu uşaq deyil idi. Bu doğmalı idi o uşağı. Bu O uşağı da uşaq doğmalıydı O yoxsa uşaq uşaq bu olmalıydı? Yox. Benim yanında. Bu qadın Ulu Bakirənin yüksəliş ritualı ilə bəni cəsarəti dünyaya gətirəcək insana dönəcəkdi. Sonra aramızdan biri bu ilə sevişib bəni cəsarəti dünyaya gətirəcəkdi. Amma ritualda Allah, nəsə səhv siz- getdi. Ay, sizin çox uzun Bir dəqiqə. Uzadı Bir dəqiqə. rituallarınız Məncə var ya. mən xoşuma gəldi bu ritual. Harda yazılır? Bu ritualı biz yazılı olaraq yox. Bizə kahin nə deyibsə biz onu eləyirik. Şahinlə Amma- harda tanış ola bilərəm? Bir Kahin dəqiqə. kahinlə tanış ola bilməzsən, amma bu gün şanslı günündəsən. Çünki bizə kömək elədiniz deyə kahin hərənizin bir sualına cavab verəcək. Deyir və Yaxşı, onda əsas sual deyirəm. yox, mən deyiləm, kahin cavab verəcək. Gözlə deyir, şey eləyir, mahnı gedir arada. Dinqi dinqi. Yox, dinqi, ya. dinqi falan. Mahnı gedir, bura. Mahnıdan sonra təzədən bir şey deyir. Şey. Alo. Alo, Şahin Zənginiz müəllim. bizim Salam üçün əleykum. Mən kahin. Sizin hərənizin bir sualına cavab Bu verəcəyəm. söhbətlər yazılır. Şahin müəllim. Şahin də adım, bəli. Şahin müəllim. Kahin işimdir. Hə. Şahin. O birisi otaqda 2 dənə qız var. Onlar nətər bölə bilərəm? Həqiqətən bunu soruşmaq istəyirəm bir dənə sualından. Yəni kahinə problem yoxdur. Ya bunu Hə. ikisi də sağ qalacaq bir şəkildə bölmək istəyirəm və mümkündürsə bədənlərini dəyişmək. Kahin deyir ki, bir saniyə gözlə belə kahin transa gedir. Sonra deyir ki, qayda belə deyir. Deyir ki, o qızlardan birini öldürməmiş onları bölə bilməzsən. O qızlardan biri ölməlidir deyir. Normal ölməlidir. Yox, sən öldürməzsən. Normal Okey. olsun. Normal olmalıdır. Bununla da ayrılacaqlar. Bəli. O qızlardan biri ölsə ayrılacaqlar. Sazqapı Bədən deyir ki, dəyişir. problem deyil də. Bədən, hansı bədən seçməkləri məsələsi var? Bu artıq Onu ikinci sor. sualdır. Keçdik. Onu Sırada soruşmuşdum keç. birincinin içində. Yalan danışma. Şikayət eləyəcəm sənə müdürümə. Keçirik müəllim. Suallara keçirik. Kimsə sual vermək istəyir, kahin getsin yoxsa bu. Bilmirəm axı. Hə. Deyən, yo, getməsin. Bilərsiniz, deyən. mən qayıdıram obratına, gedirəm ora, by the way. Hə. Ara yerdə. Mənim sualım Mənim var, də əgər başqaları sualım. fikirləşirsə. Sən ver. Kahin Okey, sizi sahib, gözləyir. sən sual ver. Bennett Gesserit deyirsiniz dünyaya gətirir. O Bəni dünyaya cəsarət, gətirmək- bəni cəsarət Yəni nədir? cəsarət dünyaya gətirməkdə məqsədiniz nədir? Yəni nə olacaq? Dünyaya gətirib neyniyəcək o? O dünyaya gələndən sonra bu qiyamatdakı bütün pisliklərin bütün pisliklərin qadasını alacaqdı, qarşısını alacaqdı. Əksi ola biləcəyi ehtimalını hardan belə şey edirsiniz? Əksi zaten daha pisi nə olacaqdı güya ki? Ya da Bu artıq gəldi daha ikinci betər bir sualdır. şey. Bu artıq ikinci Olsun da. sualdır. Bir dənə sual verməyə olar yəni. Bəli. Onda heç Şey çox Qustan qoydum ataya mən. çevir. Kahinə bir sual haqqınız var. Mən verdiyim sualı ver. Aa, düz deyir. Sən nə vermişdin demiş. İkinci sual nə idi? Dedim bə əksi olsa nə olacaq? Ya daha da betər eləsə. Və əksi olsa nə olacaq? Əksi olmayacaqdı. Çünki bəni cəsarət sizin hamınızdan daha ağıllı olacaqdı. O pisdir də, bəs deyirəm, daha ağıllı olandan sonra biz harda biləcəyik ki, o bizə pis Son. pis eləyir, yaxşı ya yaxşılıq eləyir. Kilyar, son sualımı ver. Sən bu sualı versən müəllim.
Ona yox, Mən? ona yox. Bunu deyim sənə soruşuram. Çünki adını bilmirəm. Hə, Bu Zümrüd Zümrüd. krallığının kralı kim idi? Hə, Zümrüd xanım. Ha, okey. Çox rahat idi elə. Okey. Yəni. Hə. Şu başqa sual verəcək adam yoxdur ha. İşte bu. Mənim sualım var, Hə. sual verəcəm. Hə. Zümrüd krallığının kraliçası Zümrüd xanımın Nömrəsi var sizdə. hakimiyyətinə son qoya biləcək nəsə bir sirri var. Zümrüd xanımın Zümrüd krallığından getməyi 4 igidin əlindən olacaq deyir. Kəhanət belə gəldi deyir. Və Şahına yoxa belə çıxır. yaxınlaş bəyəm. Şahin, bilirsən ki, bu dəqiqə cavab verdiyin sualın heç bir köpüyə cavab deyil də, dəyən cavab deyil də. Məsələn, soruşuram ki, ayrı bədənlərini swap eləyə bilər, bilirsən ki, birini öldürsən, ayıra bilərsən. İkincisinin cavabı yoxdur. Bunu deyirəm, yoxa çıxır. Yo, bir dənə xahiş edirəm. Mən özümün sualımı vermədim. Qardaşım, kəhanət belə bir şeydir da la. Yəni Okay. kəhanət Bu arada bulur mən bir şeydir qayıtdım. yəni. Arada mən çıxdım Gördünüz kafeyə də- qayıtdım Gördünüz abratını. mənim sualıma düz Şahanətlə bağlı çox yanlış təəssüratlarınız var. Deyir cənab Şahin. Kəhanət belə olur da qardaş yəni. Sən instruction YouTube videosu deyil belə kəhanət. Kəhanət deyəndə bulur bir şey olur da yəni ki, bilmirsən nə dedi bu yəni. Hə, nə edirsən müəllim? Gəlmisən orada 2 dənə qız. Sən baxırlar. Düşünürəm belə. Hə, Hansıcı öldürüm zan. o birisi qız bax. Nə düşünürsən? Qəşəngi öldürür. Demədim, öldür bunu. Öldür bunu. Öldür, ölsün bu. Tu. Baxır belə o başına tüpürür belə. Tu sənə. Okay. Wisdom check atıb bu kahinin nə dediyini daha yaxşı desafir etməyə, başa düşməyə çalışmaq istəyirəm. Aha. Yəni nə mənada o dediyim şeylərin tam cavabını almaq üçün. Hə. Abi ikisindən biri ölməlidir yəni. Wisdom check-ə ehtiyacı yoxdur yəni. Orasını başa düşdüm. Mən o kompleks sual soruşmuşdum ki, necə şey eləmək olar. Yəni Mən də sənə yaxşı məsləhət vereyim. harm eləmədən bölüb dəyişib swaplamaq demişdim. Hə Bir də. dənə məsləhət vereyim. Belə. Yəni qardaşım, o Çox deyil. acımasızca olacaq, amma məncə ümumiyyətlə öldürsən ikisini də lap yaxşıdır. Məncə də ya. Sazqaparın şeyinə uymur o. Mən Rüstəminkinə uyur, Sazqapara uymur. Əslində xaotik də, siktir ikimiz də öldürəm deyib öldürə bilər əslində. O nə da, kim atdı onları? Kilyar attı. Ola bunu deyil. Abi bilsən nədir? Yəni missile ataklar oldu, 78. mağara dağıldı yəni, hamımız öldü. Belə bir şeydi o. Hə. Kilyar bilmədən hamımızı bu sualdan qurtardı da yəni. Hə. Baxıram o kifrə verirəm. Sən xilas eləsəm öpüş ala bilərəm. Sən bunu öldürsən, sonra nəsə bir şey olar, hə, tamam. O birisinə də baxıram. Bəsən Deyir ki, nə danışırsınız? Utandırmayın məni. Mən elə qız deyiləm falan. okay. Kifri öldürdüm sırası. Öldürdün abi kifiri. Hə. Tamam. Kifri yox, kifri yox o birisini. Ağız O- pozuğu. Ağzı pozuğu öldürdün. Hə. Abi ağzı pozuğu öldürən kimi müəllim, bunun deməli bədəni belə şey kimi, toz kimi belə ayrılır ətrafından o birisi qızın. O birisi qız belə əlinə ayağına falan qovuşur, normal halına gəlir. Belə deyir: "Bacı, nə oldu? Niyə öldürdün bacımı?" Başqa yolu yox idi. Kahindən bunu öyrənmişdim. Ya belə ömrü yaşayacaqdınız, ya da Qəşəng olan Biz yaşayacaq. Kifir olan. Deyir ki, kifir olan yaşadı bu dəqiqə. Amma Hə. bilmirəm bədənləri swap eləyib yoxsa yox. Orası izah olunmadı. abi bədəni yəni ki, baxırsan işte də, yəni normal insan bədənidir də. Prosta belə qanın belə şeyin, yaranın falan içindədir, tozun palçığın içindədir bu dəqiqə. İçimizdirəsən. Amma hələ- Bəs sifəti? Bəs sifəti? Sifəti də belə yaraq oradır, amma yəni biraz düşünürsən ki, hə də tamam 2 həftəyə sağalar falan. Okay, investisiya. Kənd döyəcəklər. 2 həftə gözləyirlər. Baxa verim. Əsas odur səni xilas eləmişik. Çox sağ ol məni xilas elədiyin üçün, amma bacım İndi bir- ölməsəydi də daha yaxşı olardı falan. Nəysə buraları uzatmıram. 1 saatdır mağaradayıq. Nəysə. Nəysə siz bir dəqiqə gecikərsiniz, mənim işim var burada. Nəysə. Nəysə qızı Nə da işimi götürürsən. Qoy qız sağ... Storage delete. Qızı da götürürsən müəllim.
məncə də artıq çıxırsınız mağaradan, qayıdırsınız. Yo Talaya yo kəndinə. yo 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 çıxmaq istəmirəm. Sazqapar. Abi, Sazqapar. Gəl sən Gəl, bir GM gəl, kimi, orada GM mən- kimi bir şey Ya- deyim. Yaraları Abi, sağalsın deyə. qalmadı heç nə Sazqapar eksplor düz deyir. eləməliyik. Twitch düz deyir. Dəmir döyəndən də səs eşidirəm. Deyir ki, qoy yaraları sağalsın, higienik deyil. Boş sən Hə. ikiniz də xəstələnəsiz. Hə, müəllim. Nəysə, abi, Yenilik xəstə. qardaşım, mən sənə GM kimi deyirəm, heç nə qalmadı eksplor eləməliyik. Elə Yaxşı, bu hamısını. deşikdə nə var idi? O otağın birində deşik var. O idi. ikinci keçid idi. Prosta o daha təhlükəli keçid idi, amma Aymır həll elədi deyə rahat keçdi sonra. Oraları görmək istəyirəm. Buralara bir də yaxınlaşdı, işıqlandırım, məpin görüm. Hə, yaxşı, tamam. Bir göstərin, görsün gedək. Uşağı gəzdirin gedək sonra. Bağışlayın, və Skyrimdən çox şeyim var. Hər keçidi görməliyəm. Hə, vəsə. Okay. Nə, burada heç nə də yoxdur södə. Bu sizin gəldiyimiz yerdə elə. Tamam. Elə çıxıb gedirsiniz deməli. Bir dəqiqə. Qızın adını soruşamadım nədir? Valla mən hara getdiniz? Qızın adı Sərxanə Brad. Actually. Sərxanə. Hə. Hə. Qızın adı Sərxanədir, hə. Abi, Anə deyirdi hərdən. çıxırsınız oradan. Bu arada Brad, sən səhərdən Xalid kimi gəzirdin, yoxsa Tazaz Yo yo ha o şey Dacda girəndə dəyişmişdim ya. Hə, okey, tamam. Abi, Yox. bütün oyunda Xalid kimi oynayır. Bir də balında xallan belə. Hə. Çıxırsınız abi, tövləyə çıxırsınız. Yanımızda qızla elə şey peymanı buraxdığımız yerə. Nə edirsiniz? Soruşuram qızı hardan gəlib, buralar tanışdı ona yoxsa yox söhbət etmək istəyirəm. Bir də ki biz çıxmazdan əvvəl mən şeyin cəsədini götürmək istəyirəm. O dəlinin. O cəsədi özümüzlə aparaq da geriyə. Hansı dəli Mən abi? daşımayacam heç nə. Məncə cəsədin özünü də yox da oradan Aa, yo, məlumlu bir şey. Şey yaddan çıxdı, Goblin qaqaş, Amma Hobbit qaqaş. Qavit mənim də yadımdan çıxdı, bilirsiz. Qabit yaddan çıxdı, onu Aa, çox ona Nə Hə. qabit var. Hə. Nə var? Amma çox zor oldu. Elə deyə qaldı getdiniz kimi bir şey olsun. Hə, vecimdə deyil, o qoyuruq orada Hə. gedir ölsün. Qabit Hə. Hər vacib şey deyil vəbşə. Hə. Ay Qabit- yox, hayır da lazım deyil də. Şey, Yo, mən Amma bura- informasiya almağa Sı- ehtiyac yoxdur ona. Çıxdınız abi, qəşəng yox, itemlarla şey biləndən çıxdınız. sonra nə edirik? Nədir o? Ritualı zaten hər şey öyrəndik də. Çox insafsızlığı yəni. Abi, Tamam. çox qəşəng 2 dənə itemdan Ay, çıxdınız amma ruh qapanı var əlimizdə, ruh xəncəri var yəni. Bəli, bəli, bəli. Müəllim, çıxırsınız heç nə. Qız da deyir ki, yox da mənim xəbərim yoxdur burada heç nədən yəni. Mən Tanımır buranı buraları. tanımıram, çünki tövlədədir yəni. Soruş Bura harada heç, deyil? heç nə yadında deyil, yəni buna nə ediblər, nə eləməyiblər. Hardan gəlmisən bu şeysə? Haradasan, ay qız? Mən Qayıqbasan kəndindənəm. Özəsən. Nə Qayıq basan? basan kəndi. Qayıqbasan kəndini Ha. bilirsiniz? Qayıq basan, mən də sənə yox, şey orada hardadır o? Qayıqbasan kəndi. Biz necə qayıq basa bilərik o? Siz Qayıqbasan kəndi. Bir dəqiqə deyəm, mən bacı bitirmişəm. Bu nə cicir suallardır. Sən bəlkə kəndivə aparaq qoyaq. Mən ən yaxındakı baxaram. mehmanxanaya Hə. aparın. Mən orada şey eləyərəm. Başımı girəyərəm. Diviş. Blok eləmə də mən. İstəyirsən döyüşdürək. Hə. Direkt Abi. bizlə döyüşdürək. Sazı Gəl mən- deyirəm. Mən Abi, bu arada siz müəllim daha biraz da gecənin ortasındasınız bu dəqiqə daha. Bu qədər də biraz da takılsaz yorulacaqsınız müəllim. Məncə gedin yatın artıq. Xalidin evin yanındayıq da, girib evə yataq. Xalidin evində yatırsınız həqiqətən. Xalidin evində gəlib bizi tutmazlar, Xalidin adamları. Əlbəttə tutarlar, yəni. Məncə yoxdur, yəni. Gedin Tövlədə ondan yatsaq sonra daha safe'dir, yəni. Gedək dayının. Vərəmfilin yanına, vərəmfilin. Abi, Hə. Gedirsiniz deməli, yolda deməli, mən bir yax səndən soruşdum da, Xalid sən deyilsən, Xalid deyilsən dedin. Yolda burada ilk sənin o gəlib beynini çöndərdiyin 3 nəfər, bir də yanlarında da bir adam var. Gəlib yanındakı deyir ki, bax bu oğraş idi bizə şey eləyən, gəlib bizə hücum eləyən masamıza tullanan sonra da ki bizlə məzələnən sənə Hə. deyir. Abi yanındakı adam da belə bir adamdır, gözlə. Bir dəqiqə, mən mahnını niyə dəyişim də mahnını, zindan mahnısıdır. Dəyiş də səncə. Səncə ürəyim sıxıldı mənim də. Hə. Wilderness mahnılarından birini qoyaq da elə. Moonlight over Baldur's Gate. Ayıldınız. Mahnının adında deyirəm ki, bura copyright atmaq istəyən rahat atsın. Gözlə. Görürsən ki, müəllim, belə bir adam dayanıb küçənin ortasında gəlib deyir:
Siz köpəklər, kimsiz mənim kəndimdə gəlib mənim sakinlərimi narahat edirsiniz? Bağışlayın. Adınız nə idi? Mənim adım Kəpənək Nahid. Mən bu kəndin qəhrəmanıyam. Kəpənək Kəpənək nə? adı. Kəpənək Nahid. Nahid. Kəpənək müəllim. Bu Nahid biraz bəy. qolu qüvvətli adam oxşuyur. İstəyirəm bundan güləşim. Sazımı çıxartdım. Hə. Biz gəzən musiqiçilərik. Diviş homoerotikdir deyəsən. Həqiqətən də. Biz gəzən şey, İstəyirəm adam mən yağlı sazlar, güləş bəlkə də eşitmişsiniz. Nə? Eşitmədim ala. Bunlar zarafat deyil. Nəsə mən deyirəm ki, mən adım saz qapardı. Biz gəzən musiqiçiləri və tavernada baş verənlər sadəcə qeyri-adi şounun bir parçası idi, musiqi şovu. İstəyirsiniz oxuya bilərəm. Başlayıb oxumağa. Nə oxuyacaqsan, oğraş. Kəpənək, Nahid, qəhrəmandır bu şəhər. Mən də təvəl deyirəm. Kəpənək Nahidin başı qarışır deyir. Mən nara düşmüşəm ala. Kəpənək, Bizdə də böyük mən də breakdance oynamağa başlayıram da. Dəlliyə. Haydi də, Diviş də nəsə eləyir abi. dəridən Deviş palaz. döyüşçü adamdır da niyə nəsə qalıb təkərdə. O da Hə. döyüşmək döyüş rəqs eləsin ya. Oy, o da rəqs eləyir. Döyüş rəqsi. Bura gəlib. Bunu tərifləyə bağlılar oxuyuram da. Kəsin səsinizi, bura gəlib. Mənim kəndimdə gəlib. Mənim vətəndaşlarıma hücum eləyib. Daha sonra mənlə də məzələnəcəksiniz. Seçin Dəqiqə, çempionumuzu döyüşə çıxacağıq deyir. Elə. Mahnı oxu, sənin haqqında pis mahnılar yazır. Bu döyüşmək dəqiqə istəyirsən. sənin üçün bu qədər səni tərifləmişəm. Utanmırsan sən. Yaxşı. Twitch Döyüşmək istəyirsən döyüşəydi. Hə. Bir dəqiqə. Yox, bir dəqiqə. Belə ədalətli deyil. Sən bizi bütün günü gözlə, gecə biz yorulanda gəlib şeylə denək ki, döyüşək. Kişilikdəndir bu. Düzdür, kişilikdən Ağsaqqal. deyil. Bir Düz dənə deyirsən. Mən bütün gün yatmışam. Döyüşərik bəlkə. Səhər tezdən səhər yeməyinizi yeyin. Ateos seremonisi nə bilim oxunanda Vay, şey eləyəcək. Sən Çıxın burda. inanırsan. Mən Ateosa inanıram, bəli. Qəşəng mən də Ateosa inanıram. Mən çox boş adamam. Mən də çox boş adamam. İkiniz də xiyarsınız. Bilirik. Gedin səhər tezdən çempionomuzu seçin. Duelimiz var. Burada. Səhər duel budur da. Ay bile. həqiqətən homoerotik deyim. Sağ Sağ ol da belə. Yox, qılınc döyüşdürməyəcək, balta döyüşdürəcək. Deyir və belə şey çıxır gedir belə bir şey kimi, əsgər kimi falan. Qəşəng sabah Xoşum dava. gəldi. Kəfənə nahid. Ağzına uzunu. Getdi müəllim. Gedirsiniz kişinin evinə. Gedir. Beyler, Ay ben kıskansın diyorum ki dedi, gelin konuşlar Mehmet'i. Ay Ben- kıskansın ben de. dedi, Ben- konuşlar Mən Qəndafillə razılaşıram. Mən heç vaxt döyüşdən Bu arada qaçan qız deyiləm. qucağımdadır bayaqdan. Özdə Ateosun tapınağından zatdan da döyüşdən qaçacaq adam deyiləm də. Yaxşı sən qalarsan, biz sonra taparsan bizi. Getdik. Yavaş-yavaş getirəm mən də özüm üçün. Heç Get- gözləmirəm. Neyinirsiniz abi? Belimdə Sizə qız var. bilmirəm, mən gedirəm Vərənfilin evinə. O gecəni orada qalıb səhər döyüşə hazırlaşıram. Brat, bu yeriyən yerdə prosta Qəndafil buna şey ata bilməz o. Uçan alovlar zadlar belə nəsə. Eləyə bilər. Prosta belimdə qız var, yəni ehtiyatlı ol. Abi əslində yəni quslan ata da yəni şey eləməlidir. Belə baxanda karakter Qızla olaraq. söhbət eləyir, Əslində mənə qalmalıyam düz çünki Hə. Dəmir döyən deyir ki, davadan qaçmaq olmaz. Davadan qaçmaq Beyler, olmaz. bunda- Dəmirdöyanın mahnısı. bir dənə də yaxşı ideyam var. Gəlin belə eləyək. Təkbətək döyüşdə Mən ucu uzaqlaşıram, mən gedirəm, by the way. Nə? Getmə, tutun saxlayın onu. Zalda qızla söhbət eləyir, gedirəm özüm. Tutun saxlayın onu. Mən tuturam saz qapağın ayağından belə. Qularsın, Hə. beylər. Qustata, ata. Sən nə Mən yapsan? Divişə güvənirəm. Düzdür? İnanıram ki, o da bilər. Sağ Amma ol, Keliyar əmi.
Dəyməz. Hə, o kəpənək müəllim məncə cığallıq eləyəcək. Ona görə deyirəm ki, gəlin biz də cığallıq eləyək. Sabah, Görsən xanım mənsiz bacarmırlar da geri çağırırlar. sabah Sazqapar özünü çevirsin divizə. Niyə ala? Orada qulağında özünü çevirsin divizə. Diviz sən özünü elə apar ki, gör sənin elə bacarığın var ki, özünü klonlaya bilirsən. İkiniz onunla döyüşün. Ən azından kiçik bir avantajımız olsun. O holy shit. Kiçik bir Yox, yox, avantaj yox, deyil. yox. Bilirsən ki, o statlarda Sən bilirsən ki, mən dürüst adamam da, mən elə hiləyə əl atmaram. Hətta mənə qarşı hiləyə əl atsalar belə. Bir dəqiqə. Torfin gəldi. Döyüşmür də, ancaq yumruq. Dediyin şey çox gözəldir. Yumruq Amma alır. real həyatda düzgünlüyə görə adamın təkcə ağzına Bu verirlər. real həyatda yox. Zərbə mənə dəyməyəcək. Sən niyə zər attın abi? Murtalar Heç nə. burası. Kimə çevrilməyə çalışırdın? Heç kimə qıza. Feyliyərəm. Ay billah. Neyse tamam. Uğursuz Ağlı alındı o da. şeylər fırlatdı. İşte abi gedirsiniz Ağsaqqalın evinə onda belə başa düşdüm. Ağlında ideya var idi alınma. Burada aradan çıxmaz. Ağsaqqal heç nə. Həqiqətən onu eləyəcəkdir. Batısı qayıdıb çat, məntik ilə çıxmaz. Sən psikopatsan. Ay billah. Yəni ki, o çubuğu verilə biləcək ən pis adama vermişəm. Öyle gedirsiniz Daydayın evinə. Onda. Yoxsa bunu resolution eləmədi, yəni ki, nə edəsiz axşam. Məsələn, çünki Divish deyir ki, mən bilmirəm də yəni. Biz Döyüşəcəm. Divish döyüşsün. Mən Prosta biz döyüşəcəm o birisi qarşı razı salmalıyıq ki, şeysiz döyüşsünlər başdan, yəni silahsız döyüşsünlər də, yəni armorsuz, zatsız. Hə. Almost like şeydə Türk yağ güləşi başa düşdün. Şeylə döyüşsünlər. Məncə Sparta fantaziyası da bu. Fantezi yaşayır da bu. Asıl Tamam. o istəyirəm ki, bütün hər şeyin, yəni Görmək istəyirəm. Abi gedirsiniz qardaşım. Hər şeyini görmək istəyirəm. Onda diplomasi initiate eləyirəm, bu conversation aparım da. Apar. Ay, все bomba kimi, hə. Allah. Okay. Gedək yataq duraq səhər. Səhər bunu danışacağıq Gedək. yoxsa indi danışmalıyıq? Səhər. Danış. Doğruca çıxıb gedirlər, yox? Все. Danışın da qardaş, danış. Все. İndi danışaq. Sən nə danışmaq istədin görüm də. Nahidlə demədi, bu Amir demir, danışaq ki, bütün avantajlarını çıxartsın, bütün armorun zadını lütfen. Nahid getdi ya burada. Nahidsi gözləyəndi. Səhər Nahidlə danışaq. səhər Səhər. danışacağıq da, döyüş Tamam. başlamazdan qabaq. Abi gedirsiniz, görürsüz ki, kişinin evində Peyman da yanındadır. Oturub keçən xiyar. Sizi görür, üçümüzü görür. Sazqaparı görür, tanımır. Peyman, mənim adım Sazqapardır. Xalidin danışdığı adam. Gəlib deyir, Ateos sizdən razı olsun deyir. Mən deyir, Xalidə nə eləmisinizsə məni xilas elədi deyir. Amma eşşək oğlu eşşək birinci döydü, amma xilas elədi yəni axırda. Demək sən də Get imana uzun gəldin danışaq. Ateos'a inandın. Mənə təşəkkür etmək istəmirsən? Sağ ol, çox sağ ol. Hə, Oradan başqa oradan Get düzünə. oradan vərəm Sən də öyləsi adamsan. Hə, başqa da təşəkkür etmək istəmirsən? Bir də soruşuram, bir də Gör soruşuram. ki, sən mən hələ adam deyiləm deyirsən. Get oyana Başqa deyir. başqa bir bir dəfə də soruşuram, axırıncı dəfə. Hə. Deyir, papa, nə deyir bu deyir. Mən yaxınlaşıram Okey. şey deyirəm ki, Bu şey Xalid vuran kimi bir dənə şapalaq qoyuram. Şapalaqdan tanıyır deyir. Bu şapalaq, bu əllər. mən də yaxınlaşıram deyirəm Ateus, bəs dəmir döyən, mən də bir dənə şapalaq vururam. Hamımız Amma mən Vərəmfil də gəlir bir dənə başından qoyur keçəlindən deyir. Sənə bu da az deyil, oğraş deyir. Twitch də vurur. Get gözüm görməsin səni. Mən vurmuram. Mən gəlib aralayıram ki, sən də Ateos'a inan. Ver. Sən quzu kəsərəm sənə. Uşaqlar. Çox sağ olun. Xilas elədiniz mənim evimi, mənim özümü, oğlumu da bu oğlumu da xilas elədiniz mənim. Da nə deyim bilmirəm bunu. Hayır. Vallahi xeyirsiz uşaqdır. Bilirəm. Hə. Sənə dediyim kimi, oğul, sənə ən yaxşı baltanı düzəldəcəm.
Çox sağ ol. Çox sağ ol. Elə bil mənə də. Hə. Sə- Və mən heç Mən- nə düzəltməyəcək bura. Sən də balta istəsən bala. Sənəcə qalxan Qılınc- düzəldim. Mənim qalxanım var. Mən Onda qəşəng dəbilqə silah- düzəldim. Tamam, onu düzəlt. Tamam. Dəbilqən olsun, qəşəng yaraşar sənə. Qəşəng dəbilqə Tamam. razıyam. mən. Sənə heç nə lazım deyil, sənin işin yoxdur. Mənə qılınc ver. Qılınc verim. Olar, verərəm Yox, sənə. armor. Hə, sən pul istəmirdin, o armor. Olar, o da olar. Ağsaqqal, sən bir armorluq işin var, nəsə? Yox, amma mənim belə bir təklifim var. Sənə oğlundan ilin kimi heç bir xeyir gəlməyib, düzdür? Düzdür. Gəl biz onu öldürək. Deyirəm ki, yox, gəl oğlum ver bizim şey olsun, bizim internimiz olsun. Onu da öyrədək, o da bir gün fərri macəraçı olsun. Sənə bir xeyri dəysin, kəndə bir xeyri dəysin. Hava Baxır işləsin ki, bizə. Baxır. Send him to Dagestan 2-3 years forget. Baxır ona, deyir ki, ağsaqqal, bu xiyarda dəmirçi olacaq qabiliyyət yoxdur onsuz da ki, düz deyirsən, götürün deyir. Götürün sizin olsun. Deyir. Bu nə yoxdur? Əlin qoyuram çiyində. Bir dənə də tipiş qoyur belə. Qaqa. Ordu sıralarımızda daha bir ateos inancına Sən sahib biri. bilirsən nə olacaq? Əlimi uzadıram saz qapanın əlinə belə göstərirəm. Belə. Peyman Bu bu dəqiqə, arada, Peyman bu dəqiqə ağsaqqal- peşman da atasını xilas edir. Qayıdıb soruşur. Bir orada ağsaqqal hamamı var. Var, evdir də, hamam da var, hər şey var. O qızı, Ara hə. Götür hamama çimmək. Özüm də gedirəm ora. Hə, sən çıx xiyar, qapını bağla. bağla. Bağla qapını. Qız deyir, ehtiyac yoxdur, mən özüm səslənərəm, çox sağ olun. Deyir, qapını bağla. Özüm də getdim ora. Hə. Qız qapını bağladı abi. İçəridəyəm mən. Yox, içəridəyəm. Get pəncərədən bax. Qız soyun buraya indi abi sən çıxana qədər. Söhbət edirəm, soyunurasın mən. Sən narahat olma orasına. DM nə ilə məşğul olsan. Hə, heç olmasa bir yaraları sağalardı da. Nə olub? Heç higienik deyil, Yaraları yəni. sağalana qədər köpəkdir. Neysə, sən bir də xəstəlik tutuzdurun məni də görəsən. Ateosun lənətinə gəlsin. Çıx oradan. Hepsini tutur da belə. Bəlkə mən də zər atım gəlib bunu çıxarım oradan. Mən özü düşdü də. Aşağıdayım. Düşdü özü. Hə. Hə, mən nə edirsiniz? Bu verən müəllimin adı nə idi müəllimin? Vərənfil. Vərənfil müəllimin nəsə qəşəng dəmir zadı var idi bizə. Məsələn mən götürə bilərəm. Var deyir ki, amma ki onlar bir həftəyə hazır olacaq. Tamam. Bir həftə. Bir həftəyə dəmir Gedin. alacaq. Hə. Nə deməkdir o? Yəni bir həftə hazırlasın. Qəşəng dəmirin var nə deməkdir yala? Dəmir axtaranda dəmirçidir bu dəmir. Hə. Qəşəng dəmir. Qəşəng dəmir. Hər yer dəmirdir abi. Hə, belə nazik, uzun. Hər yer dəmirdir abi. İstədiyini seç götür yəni. Ucu sivri. Nəsə nəyinsə var belə maraqlı, sehirli, silah zad. Nə bırak şey. Abi yox, heç nə yoxdur bu dəqiqə yəni. Tamam, heç nə, tamam. Düz Ucu dəmir şey istəsə yoxdur ya. dəmirlər var yəni belə qoyub belə Şu paylı dünənə olaraq. dünənə kimi çöldə yaşayıb da bir imkan verin. Hə. Nəysə abi gedirsiniz yatmağa yəni. Gedə yataq. Abi siz yatmağa gedirsiniz deyə müəllim sənin restingin şey eləyir, rest eləyirsən deyə spellərin qayıdır sənin Nurlan. Çox gözəl. Kiminsə nəsə bir zədəsi falan varsa o da qayıdır. Bonus Full- attribut nədir? Bonus attribut. Ha. Attributa gələn üzərinə gələn bonus da bura. Necə yəni? Harda yazılıb o? Düyməsi yoxdur. Harda yazılıb? 16 plus 3 dex bir dənə baxım görüm sən deyən olacaq yoxsa yox. Yox, heç nə dəyişmədi. Laser armorumun description'ındadır. Leather armor'un bonus attribute Mənim- dexterity. Level up eləmirik, level up. Hə? Level up eləmək istəyirsən müəllim. Yaxşı, Eləyəcəksən. bu da döyüş şey, daha eləyin tamam. Ay kısklasın nedir? Bonuslar bahanedir. Ay kısklasın nedir? Sensiz günüm karedir. Tamam. Səhər olur müəllim. Səhər tezən durursunuz. Görürsüz ki, Am inventorumda hələ bütün- qalaq scroll. sən onda sil özünkini sil. Səhər durursunuz və görürsüz ki, elə qoy şeydə şəkillə verim. Çünki bu Hayda, önəmli. deyəsən öyrənə bilmədim. Öyrənənmədin. Ha, Getdi onda. işte. Nəsə, müəllim indi şey Ha. deyərik, ona baxarıq indi müəllim.
şeyə. Neyse sonra gələcəkdə öyrənərəm neyse. Bir dəqiqə. Hə. Gəlmisiniz müəllim, o müqəddəs yerin qabağındasınız elə. Düzəltdi bizim Hə. zizbilləri bizə, yoxsa bir gecə düzəltmədi hələ? Yox hələ bir gecəyə nəsə yatıb kişi. Dedi bir həftəyə düzəldəcəm. Yazıq da yatdı o da. Gəlmisiniz müəllim, Dağlayaq kəndinin belə mərkəzindəsiz. Rövşən heykəlinin qabağında. Bizə Kəpənək paltarı endirmişəm gəlmişəm. və kəpənək Nahid sizi gözləyir və bütün kənd əhalisi də yığılıb. Kənd Kəpənək əhalisi Nahid qeyd çıxacaq axırda. Kəpənək adından şübhələnirəm. Abi gəlib kəpənək Nahid Valla bunun bir ağaynında pələng idi, indi şir oldu. Ay oldu. Şeydə gəlib dayanıb belə deyir. Mən düşünürdüm ki, qaçıb Dalayağın. Rövşən heykəlinin qabağında. Mən düşünürdüm ki, qaçıb gedərsiniz, amma ki, kişi çıxdınız. Halal olsun. Amma sözdür. Döyüş dediksə döyüş. Deyir. Mən də Sən deyirəm döyüş deyirsən də döyüşək. sən istəyirəm deyir abi. Sənə sahib sənə baxır. Sən istəyirsən. Valla normal istedim, nə istəməkdir? Normal istəyirəm səni. Normal olaraq cinsin deyiləm. Gəl deyir. Bədənim səni arzuluyor. Kəpənək Nahid sənə baltasını dattıracaq. Gəl. Yəni bir də Burada döyüşməmişdən başına qabaq məsələn, Tərxan da döyüşümüzün Bunlar da belə şərtlərini müzakirə eləyək, görək nə ilə döyüşürük? Silahla, dadla, ya qaydaları da belə deyək. Bel altı vurmaq olar, olmaz, belə Bura Keçirəm Bura- kilyanın arxasında qışqırıram. Bura tarixi qəhrəman Rövşən Dalayağının kəndidir. Rövşən həmişə baltası ilə döyüşərdi. Biz də baltalarımızla döyüşəcəyik. Mənim də Gretex-im var da, onunla döyüşəm, yaxşı. Hə, O şimdi döyüşürük, döyüşürük. döyüşək. Döyüşürsüz abi bir dəqiqə şeylə. Hə, bir-birinizə doğru gəlirsiniz müəllim. Nə edirsən? Nə edirəm? Deyir, Moskva küçələri, Sankt Peterburg küçələri mənə bir şey öyrədib ki, döyüş qaçılmazsa ilk zərbəni sən endirməlisən. Sankt-Peterburg. İlk zərbəni endirməyə çalış müəllim bir dənə. Hə, bir də strange atıram, nə edirəm? Sən Onu izah detect magic elədi kilyar. Mən də öləm kilyardı. Hə, successdir amma. Hə, successdir. Hə müəllim, baxırsan Hə, ki, bu şey- prosta yəni döyüşlə belə başı qaçmış bir xiyardır yəni. Magic falan yoxdur. Okey, təşəkkür. Yəni mənim əvəzimə niyə elədi ki, yəni? Mən Hə. özüm Gözə Mən özüm üçün Mən- baxıram ki, sehir falan Hə, işlədə. strength at müəllim, at. advantage-lə yoxsa? Hə. Normal. Advantage-dən. Hə. Atdım. Qəşəng. 22. Qəşəng. Qəşəng. Müəllim, deməli sən bunun üstünə belə gəlir belə sən. Balta ilə üstümə gələn yerdə müəllim bir dənə şey deyirsən. Nəysə savurursan bunun belə başını kəssən, atırsan, gedir. Pramoy başını üzürəm, hə. Promoy başını üzürsən, hə. Qəşəng. Camaat şey qalır. Necə? Kəpənək Nahid. Kəpənək Nahid öldü. Təpənək kimmişmiş ki, ala bu. Bir zərbəyə get. Oradan bir dənə kənddən adam çıxır deyir. Siz ölümünü Hədə döyüşürdünüz? Kimlə? Ölümünə döyüşürdünüz siz? Dedi Hə, döyüşürük. elə özü elə dedi. Elə Bizə dedi. demişdi. Hə. Dünən bizə elə demişdi. O hə. dəlidir, ona niyə qulaq asırsınız? Kəndin dəlisi axı başqa da buydu. Yox, bu döyüş dəlisidir. Kəndin dəlisi deyil bu. Bəs bizim kəndi Dəllərinizi kim? niyə sahib çıxmırsınız siz? İndi bizim kəndi kim qoruyacaq? O sahib Biz qoruyarıq. Divizə yaxınlaşır Keçən- deyir ki, Keçən düzey şey qoy. Biz qoruyarıq. Bir həftə olsa buradayıq, narahat olmayın. divizə deyir ki, şeydir, getməyin, kəndin qəhrəmanına ehtiyacımız var. Hı. Yeni kəndimizin qəhrəmanı sənsən. Vakansiya doldu. Bu arada kəndimizin dəlisi də yoxdur. Nə oldu kəndimizin dəlisinə? Hamı deyir, hə, kəndin dəlisi. Başa mən kəndin dəlisi oldum. Pensiyaya çıxdı o. Pensiyaya çıxdı. Deyir ki, kəndimizə dəli də lazımdır. Qaqraz Onu elə. özünüz doldurarsınız. Yox, bir nəfər var əslində. Keçəli qabağa tullayıram. Abi, Başına bir dənə qoyuram şalt. abi, bir dənə qız gəlir, deyir ki, mən kəndim fahişəsiyəm, necəsən falan deyir, sənə gəlir.
Rüstəm. Yaxşıyam sən necə? Kendin dəlisi olarsan deyir. Axırda deyir. Deyir ki, yaxşıyam deyir. Biz o nə qəşəngdir o bizi qoruyarıq falan dedim belə. Lap belə istədim belə. Belə özümdən getdim deyir. Yaxınlaşarıq, danışarıq bunu. Və heykəlin arxasında qaranlıq bir yer görmüşəm onu. Var pulun? Ay səni. Pulun var? Sənə yoxdur. Mənə yoxdur. Kül təpəbə sən kişi başıma. Gedir. Abşə bilsən nə var? Qaçıram arxaya bayaqçı qızı yanına sizə. Mən evliyəm. O qızı sən qoluna girirsən abi. Hə. Qız bu başa düşmür. Bir an şoka düşür ki, nə yaşadım falan. Belə qız o şokdan şey deyir belə. Və pısıldayıram. Sakit ol, davam elə, rola gir. Deyir. Hə, ərimdir, ərim belə eləyir belə. Bax, o hayasız mənə girişmək istəyirdi. Ağzını burnunu cırarsan, düzdür? Abi, siz bunları danışarkən bir də görürsünüz ki, şeydir, kəpənək nahid çıxartdı, belə başını yerinə taxdı, belə. Oba, göşü. Durdu ayağa dedi ki, məni məğlub elədiniz. Bu dəfə sizi bağışlayıram. Bir gedin yolunuza deyir. Bir dəqiqə, bu necə baş verdi? Onu mən verməli deyiləm o sualı. Bir dəqiqə bir yanda girməli olma. Necə oldu saqqal? Hamı gördü bunu mən. Hamı gördü bunu. Hamı gördü adamın başını yaran mənəm də, yəni mən verdim. Hamı başını taxdı yerdə gözümün qabağı. hamı da gördü, şoka düşdü falan deyir ki, həqiqətən yaşandı. Gördünüz falan Ona belə. soruşmuyor. Deyir ki, aiddir. Millət, sakit olun, narahat olmayın. Sadəcə siz məni hələ bu halda görməmişdiniz. Çünki mən hələ məbluğ nə deyir? Məğlub olmamışdım. Hə. Bu igid məni məğlub elədi amma. Bu da həqiqətən çox böyük bir igiddir deyir. Sənə hörmətim var deyir. Adın nədir de? Adım Diviş Astaralı. Divij Astaralı. Sən bundan sonra mənim qardaşımsan deyir. Tüpürür əlinə belə bir şey deyir. Vay bilə. mən də başqa şey. Ay belə. Lawful kutsa yaptan Burada çıxart. adət budur, Lawful yəni. kutsa karakter. Bizdə də adət budur. Hə. Əl-ələ görüşür ya. Abi, qayıdıb sənə deyir. Deyir, İgid, sənin adın bəs nədir? Aymir, səndən soruşur. Qustan ata. Qustan ata. Sən də kişi Qustan adamsan. ata. Səndən də xoşum gəldi deyir. Mən də səndən xoşum gəlir. Kilyara deyir. Kilyar. Kəpənək biraz ehtiyatlı. Sənin adın nədir? Kilyardan soruşur. Gəlməsin. Ağsaqqal, sənin adın nədir bəs? Mənim adım Kildiyardır. Kilyar dayı. Yarını öldürən. Sən bundan sonra mənim öz dayımdan fərqin yoxdur. Özləyindən aran necədir? Zəhləm gedir. Götməz məni o rolu verirsən. Nə olsun, amma çox yaxşı kişidir. Gözüm götürmür deyə zəhləm gedir. Olar. Baxır abi sənə şeyə, saz qafana deyir ki, yax, səndən bir şey olan deyil. Elə baxıram deyirəm, yaxşı ki elə mənə təmas almadı. Deyir ki, nəysə, amma sənin də içində yaxşılığı var. Görürəm içindəki yaxşılığı. Səni də çox istəyirəm deyir. Və Xahiş edirəm içimə baxma özümə. və gedir abi, getdincə son dəfə dönür baxır deyir ki, ümid edirəm bir də qarşılaşarıq deyir və yoluna doğru gedir. Salamat, biz də sağollaşırıq. Kilyar, what the fuck? Hara getdi ala? Hə? Bu Kilyar, hara what the getdi? Məndə bu Çıxdı bax getdi. var. Çıxdı getdi prosta. Yəni ki, məğlub oldu deyə çıxdı getdi. Yəni taxtını buraxdı kimi düşün. Qustan ata çox xoşuna gəldi də bu qaqaşdan. Hə. Oyda ləzzət elədi. Başı elə bir əyib biraz. Hə. Əl salırsa. Başını nə bir əyib taxıb. Hə. Abi gedir abi biraz sonra təzədən qayıdır. Deyir ki, bu nə tərdir bəs? Mənim hər gün üçün ayrı paltarım var deyir. Bugün ikinci paltarındır. Olsun. O paltarı artıq mən bir də Bizim giyməyəcəm. yükləndirdin də üstü qan falan. Hə də ona görə. O Bu gün düzdür.
Bu gün belə takılacağam bundan sonra deyir falan. Şənlik qurulsun deyir mənim dostlarım üçün. Nəsə belə kəndin tavernasında şənlik falan qurulur. Aşıq çıxır belə öz belə dinqə falan belə nəsə. Sonra da ki heç nə müəllim. Ondan sonra sənə xəbər gəlir ki, Rüstəm Aşıq Əkraman xalq artisti tituluna layiq görülüb. Belə bir xəbər eşidirsən kənddə. Kral Mizagon tərəfindən. Yumruq qoyub divara. Abi Şeydən ben. Mən bu qədər əziyyət çəkirəm, bu qədər. sən də abi o tərəfdən masadan eşidirsən ki, cəmaət şeylərdən danışır. Yəni divlər bir-bir kəndləri girib talan eləyirlər, nə bilim. Oy belə. Hə. Mənim kəndimin adı çəkilmir orada. Yox, sənin kəndinin adını çəkmirlər. Sən hansıda Ağdam şəhərində doğulmusan, normal yəni. Biz birdən mənim kəndimə də hücum eləsələr də olacaq. Onu düşünürsən, bax deyirsən ki, bu divlər mənim kəndimə də hücum eləyə bilərlər, yəni. Gərək bunların qarşısını alım deyə düşünürsən. Biraz da level atlayım deyəsən düşün. Hələ Çilyar nə edir? Məki ilə oturublar Çilyar. Məkiyə pendir zad yeyir yəqin belə. Hə, işte böyük ehtimalla da döyüş falan qutarır. Deyən ki, şey eləyir, uşaqlara gəncliyindən hekayələr danışmağa çalışır. Amma hekayənin ortasında dayanır, söhbət yadından çıxır heç nə. Keçir başqa hekayəyə. İndiyə kimi bəlkə bir 100 dənə hekayə eşitmisiniz, heç birinin axırını bilmirsiniz. Qəşəng. Qustan ata nə etmək istəyir bəs? Qustan ata Ulu Dəmir döyəni şey eləyir, belə promote eləyir, məsələn, o skletləri falan danışır. Oyunur başlayır dəmiri. Hə? Necə nə edir? Skeletlər nə edir başıma? O skletləri öldürdün də bura hamısını. Mən onu danış deyirəm bir, yəni ki, promote elə Ulu Dəmir döyəni. Cəmaata. Ha, əlbəttə ki. Hamıya promote eləyirəm ki, Ulu Dəmir döyən bu Atreusdur. Yəni çox ucu görürəm ki, çox yayılır Atreus. Buna biraz narahat olmağa başlayıram ki, ayda bu bilmirəm də nə deməkdir bu Aran tanrısıdır. Çatdakılar Atreus'a inanırlar. Orada dünən sənə Dəmir döyəni tərifləyirsən. Abi orada sənə dünən məzələnən şeylər var idi, uşaqlar var idi belə, cavanlar. Sən o skelet falan söhbətini danışandan sonra biraz başları qarışır deyir. Ulu Dəmir döyəni həqiqətən belə güclü tanrıdır falan belə. Aysa mən deyirəm ki, amma öz içimdə də mən başlayıram narahat olmağa ki, Atreus nəsə çox yalmağa başlayır. Bu nəsə. Abi orada isə bir Ateos şeyi var, kilsəsi var, gedə bilərsən, məbədi var. Sonra gedim bir şey eləyim, maraqlanım görüm nədir, nə deyil. Gözlə mən də gəlirəm, bir yerdə gedək. Abi Ateos məbədinə gedirsiniz abi. Görürsüz ki, belə bir məbəd. Mən də şey axtarıram axı Lost'u. Yəni mən də. Belə bir məbəddir. Və məbədin içində görürsüz ki, bir dənə dwarf bir qadın var. Və belə bir xanımdır. Mən də baxıram deyirəm ki, ay Allah, nə gözəl qadındır belə. Ateosun qulları, Ateos məbədinə xoş gəlmisiniz. Mən özümə fikirləşirəm. Bunlarda gözəl qadına bu gedir. Deyir və Səndirəm saz qapara verirəm. Deyirəm, saz qapar. Bundan işin olmasın. Olmayacaq. Bilirəm ki, ucu gözün düşür buna da. Bu bəlkə də həyatımda gördüyüm ən gözəl qadındır. Amma buna ilişmə. Mən də risk qaydıram. Arvadımın yanında heç olmasa belə demək. Ya da qızı çəkirəm. Hə, müəllim. Qustan ata həyatın eşqini tapdı. Ateos sahilinə aşıq olub. Hə. İmkansız aşksa da, yəni ki, iki fərqli dinin təmsilcisi Romeo Julieta yaşayacaq da bizdə biraz. Olsun bir həftəyə durub gedir. Mən də bunun balladasını yazacağam onlara. Sən biraz da oynayaq buraları biraz yəni. Qız deyir buna ki, haqqa gəl, haqq məndədir. Qızın adı nədir? Onu öyrənəyim də sonra ballad yazacağam. Oy bilə. Qızın adını yazmışdım arasa bir dəqiqə. Hə. Deyir ki, Ateos məbədinə xoş gəldiniz. Mənim adım Gürxanım anadır. Mənə Gürxanım ana deyin. Gürxanım ana. Gürxanım ana. Salam. Ateos məbədində iştəfəyəm. Ana, Gürxanım ana. Mənə öz sirlərimi öyrət.
Sən o arxa otağa gəl. Siz də kitab əhlinə oxşuyursunuz. Mən Qustana belə diz vuram. Elə tez yox, yavaş yavaş. Ha? Hə, mən də okey, ayda. Siz də kitab əhlisiniz deyəsən. Mən kitabları çox sevirəm. Kitablarla yatıram, dəmirlə də yatıram, amma kitablarla da yatıram. Amma ən Kitab çox dəmirlə oxuyuram. yatırsan. Düzdür, daha çox dəmirlə yatmışam. Divizya çox qulaq asmayın. Başa xahiş edirəm. Qustan qəhrəmandır. Mən də bu tərifləməyə çalışıram. Qustan qəhrəmandır. Bizim hamımızı xilas edib. Düzdür. Başa düşürəm. Kimdə Sağ ol, nəyin tamam, əksiliyi var, o ilə yatır. Sizdə Nə yəqin yatır, üzr istəyirəm. kimdə nəyin əksiliyi varsa, onu pakrivat eləməyə çalışır. Sizdə də yəqin dəmir əksikliyi var, onu yoxlatdırın deyir. Hə, dəmir çatışmazlığı var. Zobu var boğazında. Wow, necə də. Belə şeylər Ateusun Necə də. əlində 2-2-dir deyir. Oo. Siz gəlin Görürsən- Ateusun dininə. Görürsən Qustan ata. Görürsən Ateusun Bir şey gücünü. deyil. Mən Qustan ata bu dəqiqə şeydə dinlə şeylə içərisində qırğın gedir də belə baş səni. Yəni sevgi yoxsa din. Siz Ateusun deyəsən nəyin deyirlər ona bir dəqiqə. Siz Ateusun sirlərinə vaqif olan bir şəxsə oxşuyursunuz. Ateusun ululuğunu Vaqif görmüşsünüz. Vaqif kimdir? Düz. Onu boş verin. Gül Xədim xanım. Siz necə oldu ki Ateusun dininə gəldi? Sənə bu dəqiqə fikir vermir. Bu dəqiqə şey Division danışır. Division daş o Hə. idi. Yuxuda gördüm. Sən də yuxuda gördüm ki, məni deyir ki, səni insanlar sən arasında konkret hörmətli eləyəcəm. Hə, mənə də eynisi Məsləhət olmuşdu. ver mənə. İlk dəfə mən də yuxuda görmüşdüm onu. Yavaş yavaş. Bilirsiniz? Bir dəfə, bircə dəfə gördüm onu. Sən sən dedin adamsan, mən də din adamıyam. Hə. Oradan Faktikalar girişirsən. verirsiniz. Əmir söhbətinə Hə, girmə. Qustana Öz yandırasın. Tamam. Siz söhbətimizə mane olursunuz elə bil arxada. Biraz sakit olun. Biz şey demək Sən istədik. sevginin qarşısını alırsan. Sən laf. Sənin qarşısını almıram. Yəni. Ateusun məbədində sevginin Evet. qarşısı alınmaz deyir. Sevgi Nə hamıya gözəl. məxsusdur. Ateusun Nə sevgisi Nə hamını gözəl. hamıya Bir çatar. dəqiqə, mənim sualım var. Sizcə Buyurun. Ateus döyər yoxsa dəmir döyər? Təbii ki, atıyoruz. Ateus Əlbəttə əlini ki, dəmir kirlətməz. döyən. O, Olbo. üzr istəyirəm, nə dediniz? Alt baltamı çıxarıram. Üzr istəyirəm. Ateusun döyüşlə işi yoxdur. Ateus sevgi tanrısıdır. O insanları, Amma yəni necə- o hər şey amma mən- sevgi ilə həll eləyər. Təlirəm sevgili. Qustan bir arxadan. Yəni Allah mən səhv elədim ha. Siz də din adamısınız belə görürəm ki, Qəftərin xanım. Arxadan işarə göstər. Hə, Adam mən- bildin, hə? Adı nə idi? Gürxanım ana. Gül xanım ana. Siz də din adamısınız, mən də din adamıyam. Üzr istəyirəm, biz dəmir adamları biraz adlarla zəifdir bizdə. Dəmir əksikliyi var deyir. Dəmir əksikliyi var ayısı. OJB 12 əksiydi, amma nə? Gəlin girək içəri və söhbətləşək. Yaxşı. Siz də kitab əhlisiniz deyə qəbul edirəm bunu deyir. Girirsiniz içəri. Və sevgi. Və sevgi deyir. Və heç nə abi, girirsiniz içəri. Arxada belə göstərirəm. Hə, bəli. Bu ilə də bölümümüz bitsin onda. Bitsin. Yəni siz indi bir həftə daha bir-birinizi tanıyarsınız indi orada, bilməm nəsə eləyərsiniz day. Mən çox yaxından tanıyacağam bir nəfər olsun. Kəndin fahişəsidir biraz. Yox, Sərxadə. Yanımda deyə bayaqdan arvadım ki, mən yeri soruşduram. Arvadını Eşlə. tanıyarsan deyə. Bu bölüm də belə bitdi. Deməli, Sıxıram onda oyundan da. çıxmırsan elə bura, məhəllə gələcək elə. Məhəllə gəlir. Belə deyir, Founder'dən. 5-ci bölümün də sonuna gəldik. Qonaqlarımız Sahib Ağsaç, Aymir Aydınlı, Nurlan Abbaslı, Rüstəm Səfərli, Və qəhrəman. Əkbər. sağ olun, salamat qalın. Всё. Qiyamatın dağları örtük bilər ağqarı, ululardan güc alar ulu qiyamət xalqları. Qiyamatın dağları örtük bilər ağqarı, ululardan güc alar.